9-cu sinifin arxasındakı Grammar Bank-a baxırıq. Birinci unitdir. Burada unitimiz articles-a aiddir. Buradakı grammar. Nümunəyə baxaq. It's normal to make mistakes when you are learning a language. Hər hansısa bir dili öyrənəndə səhv etmək. It's a great opportunity to learn languages. Böyük bir şansdır, böyük bir imkandır dilləri öyrənmək. Görürsüz burada sayılan tək isimdir və qarşısında i artiklı veribdir. İndi görək burada necə izah edir. Explanation, izah. The indefinite articles and an are used before a noun to refer to non-specific, yəni dəqiq olmayan things and people, singular only. Yalnız təkdə işlənən və dəqiq nəzərdə tutulmayan əşyalar və ya insanlar üçün işlənir. Yəni burada hər hansı bir dili öyrənmək böyük bir şansdır. Bizim dildə o bir kimi tərcümə olunur çox vaxt. Ona görə deyirik ki, an artiklı one sözündən əmələ gəlibdir. Məsələn, numeralın qabağında 100 dediyimiz kimi 100 da verə bilərik. Yəni orada hansı dili nəzərdə tutduğumuz bilinmir. Hansı şansı dəqiqləşdirdiyimiz bilinmir. Sadəcə qeyri-müəyyən mənada verir. Görə z artiklı barədə nə deyir? Just let me check it on the internet. Deməli, biz bilirik ki, internet həmişə z ilə işlənir. Yəni, bəzi isimlər var ki, onlar mütləq z ilə olur. Başqa yolu yoxdur. Yəni, heç onun məntiqi izahını da axtarmaya ehtiyac yoxdur. Let's ask the teacher and learn his opinion. Gəlin müəllimdən soruşaq, onun fikrini öyrənək. Belə bir şey deyirsənsə, deməli, hansı müəllimdən soruşacağını dəqiq bilirsən. Yəni, müəllim sənin nəzərində dəqiq nəzərdə tutulub ki, hansı adamdan soruşacaqsan, o sənin üçün dəqiqdir və müəyyəndir. Qeyri-müəyyən adam haqqında deməyəcəksən ki, gəlin hansısa qeyri-müəyyən adamdan gedib fikrini soruşaq. The definite article there is used before a noun to refer to specific things and people, singular or plural. Deməli, z artiklı ya tək ya da cəmlə ola bilər. Fərqi yoxdur. Yəni, z artiklının təklik, cəmlik fərqi yoxdur. Əsas odur ki, nəzərdə tutduğun əşyalar və insanlar spesifik, dəqiq olsun sənin üçün. Dəqiq nəzərdə tutulsun. Young learners are interested in learning languages. Burada görürsünüz, learners cəmdir, languages cəmdir. Belə deyə bilərik ki, məsələn, cəmdən z ola bilər də. Bəs burada niyə z yoxdur? Çünki burada bu nəzərdə tutduğumuz isimlər bizim üçün dəqiq deyil. Ümumi mənadadır və qeyri-müəyyən mənadadır. Yəni, birinci cümlədə qeyri-müəyyən tək olsa, an artiklı veririk. Axırıncı cümlədəki kimi qeyri-müəyyən amma cəm olsa, onda artikl vermirik. Gənc öyrəncilər, yəni az yaşlı uşaqlar dilləri öyrənməkdə çox maraqlanırlar. Yəni, hansı uşaqlar nəzərdə tuturuq? Müəyyən deyil ki, hansı uşaqlardır? Otaqdakı filankəsin uşaqları, yox, ümumiyyətlə uşaqlar, dünyadakı uşaqlar. Dillər, hansı dilləri nəzərdə tutmuşuq? Bilinmir, müəyyən mənadadır, elə dünyadakı dillər. Yəni ki, qeyri-müəyyən mənada cəm verəndə və artikl işlətməyəndə beynimizdə belə nəzərdə tuturuq ki, sanki dünyadakı kimi deyirik. A noun can be used without an article to refer to non-specific things and people, plural only. Yəni, bu məsələ yalnız cəm isimlərə aiddir ki, əgər cəm isim müəyyən mənada deyilsə, dəqiq mənada deyilsə, ümumiyyətlə dünyadakı şeylər, dünyadakı əşyalar, dünyadakı insanlar nəzərdə tuturuqsa, onda qarşısında boşluq olacaq, yəni article olmayacaq. Specific nouns, müəyyən isimlər, dəqiq isimlər. We use the to refer to specific objects and people, singular or plural. Ya tək formada, ya cəm formada nəzərdə tutduğumuz əşyalar və ya insanlar spesifik, yəni dəqiq olarsa, z artiklı işlədirik. Example və explanation-a baxaq ardıcıl şəkildə. The reading in Unit 1 is about the importance of the mother tongue. Deməli, burada 3 dənə z-imiz var. Prosta birini qaralayıbdır. Gəlin hamısını qaralayaq, baxaq. Ana dili, yəni bir adamın ana dilisi onun üçün müəyyən olur. Qeyri-müəyyən ana dili ola bilməz. Hər kəsin öz ana dili bircə dənədir. Yəni, ana dili bütün insanlarda bir dənə ana dili olur və bir dənə olduğu üçün, bir dənə olmaq nə deməkdir? Bircə dənədir, dəqiqdir, müəyyəndir, spesifikdir. Ona görə də o ancaq z ilə ola bilər. The importance of. Oflu birləşmələr adətən z ilə olur. Niyə? Çünki oflu birləşmələr filan şeyi kimi tərcümə olunur. Yəni ki, yiyəlik mənasındadır. Ona görə də məhz ana dilinin vacibliyidir.
Başqa şeyin vacibliyi deyil. Dəqiqdir ki, nəyin vacibliyidir. Oflu birləşmələr dəqiqlik bildirir. Ona görə də adətin oflu birləşmənin hər iki tərəfi mümkündürsə z ilə verilməlidir. Və reading niyə z qəbul edib? Çünki hansı readingi deyir, yəni hansı mətni deyir? Məhz unit 1-dəki mətni deyir. Başqa unitdəkini demir ha. Tam unit 1-dəki mətni deyir. Başqası ilə səhv salmayın, yəni ki. Yəni başqası ilə səhv salmayın. Dəqiqləşdirir ki, filan yerdəki reading. We use there with a specific noun. Dəqiq, yəni bu spesifik, bu cümlə 30-cu dəfədir burada işlədir. A noun is specific if it is defined. Bir noun nə vaxt spesifik ola bilər? Əgər o defined, yəni müəyyənləşibsə. Müəyyənləşdirmirsən ki, filan isimdən danışıram. Müəyyənləşdirmirsən ki, filan əşyadan, filan şəxsdən danışıram. Başqası ilə səhv salma. Deməli, o spesifikdir. In a phrase or clause that follows it. Yəni ki, follows it. Həmin o isimdən sonra, follow nədir? Sonra gəlməkdə. O isimdən sonra ya söz birləşməsi şəklində və ya clause, yəni cümlə şəklində onu dəqiqləşdirirsən, müəyyənləşdirirsən. Yəni, o isim barədə əlavə məlumat verirsən. Əlavə məlumat onu dəqiqləşdirmək deməkdir. Ruben, yəqin ki, adı belə tələffüz olunar, adam adıdır. Ruben is not the only person to have this language condition. Only ifadəsi z only şəklində işlənir və only dəqiqləşdirən bir sözdür. Limitləyici partikeldir də, düzdürmü? Limitləyici mənadadır. Yeganə insandır ki, başqa insan deyil, o insan deyil, bu insan deyil. Yeganə insandır. Yeganə nə deməkdir? Yəni bircə dənədir. Bir şey bircə dənədirsə, bir dənədirsə, o qeyri-müəyyən ola bilməz. O dəqiqdir. Burada da ki, prosta notla verir ki, yəni belə dil məsələsi, this language condition, bu dil problemini yaşayan yeganə insan deyil ki. Yəni, only adətən z only şəklində olur. We use the when there is only one of something, yəni only one of something, yeganə o şeydən danışırıq, o kəsdən danışırıqsa və o bir dənədirsə, yəni nəzərdə tutduğumuzların arasında yalnız bir dənədirsə, deməli z işlədəcəyik. They had the same problems. Same əvəzliyində bilirik ki, həmişə z ilə işlənir. We usually use there with the following words. Yəni, bu sözlərdən adətən z işlədirik. First, second, yəni nədir? Sıra sayıları. Sıra sayılarını z veririk. Only, yəni z only. Z same. The back, the front, the right, the left. Bu da cəhətlərdir. Sağ tərəf, sol tərəf, yuxarı tərəf, aşağı tərəf, ön tərəf, arxa tərəf. Yəni, onlar niyə z ilə olmalıdır? Çünki mən bax burada dayanmışamsa, mən qabaq tərəfim mənim üçün müəyyəndir. Arxa tərəfim mənim üçün müəyyəndir. Sağ tərəf mənə müəyyəndir. Sol tərəf mənə müəyyəndir. Yəni, mənim dayandığım yerdə mənim tərəflərim mənim üçün qeyri-müəyyən ola bilməz. Mən yuxuda deyiləm, nə bilim, havada uçmuram ki, mənim üçün qeyri-müəyyən olsun. Yəni, o mütləq mənim üçün müəyyən olmalıdır. Ona görə də tərəflər mütləq z ilə olmalıdır. Çünki dəqiq və müəyyəndir. Bir insan üçün onun tərəfləri müəyyəndir. Növbəti, nə deyir burada? Would you like to go to the cinema and to watch a film in Spanish? Go to the cinema. Yazıda biz milyon dəfə demişik ki, getdiyimiz yer, olduğumuz məkan bizim üçün qeyri-müəyyən ola bilməz. Müəyyəndir. Çünki mən bu məkandayamsa, bu məkan mənim üçün müəyyəndir. Yenə deyirəm, havada deyiləm, xəyal-xülyada deyiləm. Real bu məkandayamsa, mənim üçün müəyyəndir. Və mən harasa getmişəmsə, harasa getməyə nəzərdə tutmuşamsa, o mənim üçün müəyyən olmalıdır. Qeyri-müəyyən bir yerə necə gedə bilərəm ki? Əgər mən getdiyim yeri dəqiqləşdirməmişəmsə, necə gedə bilərəm? Necə addım ata bilərəm o məkana doğru? Addım atıb oranı nəzərdə tutub gedirəmsə, deməli, ora mənim üçün müəyyəndir və dəqiqdir. We use there with certain familiar places and people. Yəni, məkanlar üçün, şəxslər üçün, onlara üst tutanda, onlara tərəf gedəndə, onların yanında olanda və o məkanda olanda bizim üçün dəqiq olmalıdır. Dəqiq olmayan bir şeyin yanına gedə bilmərik, dəqiq olmayan bir məkana gedə bilmərik. A group of language learners get together in the park
and practice English. Görürsüz, deyir ki, yığışırlar parkda. Parkda yığışırlarsa, deməli, parka gedirlərsə, dəqiqləşdirib gedirlər də. Qeyri-müəyyən parka necə gedə bilərlər? Dəqiqləşdirməsə, hərəsi bir tərəfə səpələnər. Dəqiqləşdirər, sonra yığışırlar falan yerdə. Düzdürmü? The bank, the zoo, the park, the beach, the post office, the cinema məkanlardır, istiqamətlərdir. Z olmalıdır. It is the most popular story in the internet, on the internet. Görürsüz, üstünlük dərəcəsi. We use the before superlative form. Yəni, sifətin üstünlük dərəcəsinin qarşısında Z artiklı verir. She started each day by looking at the sun. The sun nədir? Göy cisimdir. Dünyada unikal olan bir şeydir. Unikal nədir? Bir dənədir. Göy cisimdə ulduzdur, aydır, günəşdir, planetlərdir. Unikaldır. Görürsüz, unikalı ilə bədahətən dedim, elə burada da unique yazılıbdır. We use the before a unique noun, unikal noundur. Yəni, onun təkrarı yoxdur, bir dənədir də. She joined a course to learn Italian. Yəni, İtalyan dilini öyrənmək üçün kursa qoşuldu. Görürsüz, burada dəqiqləşdirmə ki, hansı kursa qoşuldu. Sən gəlib mənə belə bir söz deyirsən ki, bizim padruqamız bir kursa qoşulubdur İtalyan dilini öyrənməyə. Mən bunu eşidən kim deyirəm? Hansı kursa? Görürsüz, bilmirəm. Müəyyən deyil, ona görə dəqiqləşdirmək istəyirəm ki, hansı kursa denəm mən də gedim. Yəni, sən mənə ilkin məlumat verəndə onu qeyri-müəyyən mənada demisən. The course was fun and interesting. Artıq kursun adını ikinci tərəfə çəkəndə o dəqiqləşir və müəyyənləşir. Yəni, bir isim haqqında əvvəlcə ilkin məlumatı verəndə qeyri-müəyyən olur, ikinci məlumatı verəndə müəyyənləşir. Çünki o kursun adını artıq ikinci dəfədir çəkirsən. There is some money in my wallet. Yəni, mənim pul qabımda bir qədər pul var. Görürsüz, nə qədər olduğu müəyyən deyil. İlki məna verirəm. Money sayılmayan isimdir. Sayılmayan isim olduğu üçün qabağında əlbəttə ki, ən verə bilməyəcəm. Amma əvəzində sam vermək olar. Çünki sam bilir ki, qeyri-müəyyən mənanı bildirə bilər. Və sayılmayan isimlərin qabağında da işlənə bilər. You can use the money to buy a dictionary. Yəni, o puldan istifadə elə, götür xərclə. Artıq money-nin adını ikinci dəfə çəkirəm deyə onu Z-ilə verə bilərəm. İlk dəfə çəkəndə Z-ilə verə bilməyəcəm. After a non-specific noun is introduced with a and some any, we use the definite article to refer to a specific example of this noun. Deyir ki, hər hansısa introduce, hələ ki introduce edirik, yəni ilk dəfə təqdim edirik. Hər hansısa bir ismi ilk dəfə təqdim edirik an article ilə və ya some any əvəzlikləri ilə. Çünki some any də qeyri-müəyyən, axı onların adı nədir? Qeyri-müəyyən əvəzlikləri. Qeyri-müəyyən əvəzlikləri nə edir? Qeyri-müəyyən article əvəz eləyir. Artıq specific example, yəni o nümunəni müəyyənləşdirib, spesifik nədir? Dəqiqləşdirəndə. Dəqiqləşdirib müəyyənləşdirəndən sonra artıq ikinci dəfədə onu Z artiklı ilə veririk. Burada artıq birinci unitimizin qaydası bitdi. Keçək ikinci unitə.